504 kitabı, Unit 3, Typical, səciyyəvi, minimum, scarce, qıt, annual, bir illik, pursuit, inandırmaq, essential, vacib, blend, qarışdırmaq, visible, görünən, expensive, baha, talent, istedadlı, device, qurğu, wholesale, topdan satış. Typical, usual or of a kind. Adi, səciyyəvi demək hər biri. The sinister character in the movie, filmdəki pis obraz, wore a typical costume, tipik kostyum, yəni özünə məxsus bir kostyum geymişdi. A dark shirt, qaranlıq, qara köynək, a loud tie, uzun deməli qalustuk, and tight jacket, dar şaket. The horse ran its typical race, at der özünə məxsus həmişə yəni iştirak etdiyi bir, onun üçün adi olan bir yarışda qaçırdı. A slow start, yavaş başladı, and a slower finish, daha da yavaş bitirdi. And my uncle lost his wager, və dayım öz mərcini uduzdu. It was typical of the late comer, bu der gecikənlər üçün səciyyəvidir, gecikənlərə xasdır. To conceal the real cause of his lateness. Gecikmələrinin real səbəbini gizlətsinlər. Conceal, gizlətmək. Minimum, the least possible amount. The least, ən az, mümkün miqdar. The lowest amount, ən aşağı miqdar. Studies show that, araşdırmalar göstərir ki, adults, yetişkinlər, need a minimum of 6 hours sleep. Lazımdır, deyir yetişkinlərə, minimum 6 saat yuxu. The minimum charge for a telephone, telefon üçün minimum qiymət, even if no calls are made. Hətta əgər heç bir zəng edilməyibsə belə, is about $60 a month. Bir ay üçün $60. Congress has set a minimum wage. Kongress müəyyən edibdir, minimum wage, gəlir, maaş, for all workers, bütün işçilər üçün. Scarce, qıt, hard to get, əldə etmək çətin, rare, nadir. Chairs that are older than 100 years are scarce. Baxaq, stullar that hansı ki are older, böyükdür, than 100 years, bir il, yəni 100 ildən çox yaşı var, nəzərdə tutur. Are scarce, yəni qıtdır, nadir haldadır. Because there is little moisture in the desert, səhrada az nəmlənmə olduğu üçün trees are scarce, ağaclar qıtdır, nadirdir. How scarce are good cooks? Necə nadir rast gəlinir və yaxud da qıtdır, yaxşı aşbazlar. Annual, bir illik deməkdir. Once a year, ildə bir dəfə baş verən. Something that appears yearly, nəsə baş verir, peyda olur, ortaya çıxır, ildə bir dəfə, illik. Or lasts for a year, və yaxud da lasts, davam edir. For a year, bir il ərzində. The annual convention of musician, musiqiçilərin rəsmi yığıncağı, rəsmi və yaxud da konqresi, take place, baş verir in Hollywoodda. Yəni ildə bir dəfə illik konqresləri baş verir Hollywoodda, bir illik. The publisher of the encyclopedia, ensiklopediyanın nəşr edəni, put out a book each year called an annual. Yəni put out, çap etmək deməkdir. İldə çap etdiyi kitab, hər il kitab çap edir. Yəni illik olaraq, call it an annual, illik olaraq adlanır. Bir də deyirəm, the publisher of the encyclopedia put out a book, ensiklopediya naşirinin çap etdiyi hər il, each year, hər il çap etdiyi kitab, call it an annual, bir illik adlanır. Plants that live only 1 year, sadəcə bir illik yaşayan bitkilər, are called annual, bir illik adlanır. Pursuit, inandırmaq, win over to do, qazanırsan, or believe, inanırsan, nəyinsə üzərində qazanırsan,
edirsən nəyinsə üzərində. Make willing, willing də can atmaq deməkdir. Yəni həvəsli olmaq, can atmaq bu mənalarına gəlir. Make willing, hətta razı salmaq kimi də deyə bilərsiniz siz. Can you persuade him? Sən onu inandıra bilərsən to give up his bachelor, subaylığından vazgeçsin. Bachelor days, yəni subay günlərindən, and get married və evlənsin. No one could persuade the captain. Heç kim inandıra bilmədi kapitanı to leave the sinking ship. Batan gəmini tərk etsin. Bess shriek, Bess'in qışqırığı persuaded Jess, Jess'i deyir inandırdı that ki she was in real danger. O həqiqətən təhlükədədir. Essential, vacib deməkdir. Necessary, lazımlı. Very important, çox vacib. The essential items, vacib şeylər in the cake, tortda are flour, sugar and shortening. Undur və shortening az miqdarda nəyinsə əlavə olunması kimi nəzərdə tuta bilər. Çünki shortening qısaltma deməkdir. It's essential that, vacibdir ki, we follow the road map. Biz yol xəritəsini izləyək. Several layers of thin clothing are essential to keeping warm in frigid climate. Bir neçə qat nazik paltar, layers qat mənasındadır. Nazik, thin clothing paltar are essential, vacibdir keeping warm, isti saxlamağa in frigid climate, dondurucu havada. Mix together thoroughly, qarışdırmaq. Through bir şeyin içərisindən keçmək deməkdir. Bir şey içindən yaxşı qarışdırmaq. A mixture, qarışım. The colors of the rainbow, rainbow'nun rəngləri blend into one another. Bir-birləri ilə qarışmışdılar. Harada qalmışdıq? The colors of the rainbow blend into one another. Rainbow nə idi bu? Göydə olur, rəngbərəng. Göy qurşağının rəngləri bir-biri ilə qarışmışdı. A careful blend of fine products. Deməli, fine products, məhsulların ehtiyatla qarışımı will result, nəticələnəcək in delicious food, dadlı bir yemək ilə. When Joss blends the potatoes together, Joss deyir potatosları deməli blend, qarışdıranda, yəni kartoşkaları qarışdıranda birlikdə, they came out very smooth. Onlar çox hamar, smooth, hamar olmuşdu. Visible, able to be seen, görünə bilən. The ship was barely visible, barely zorla görsənirdi. Through the dense fog, sıx dumanın through içərisindən, through bir şeyin içərisindən keçmək demək. Məsələn, through the door, yəni qapıdan keç. Before the stars are visible, ulduzlar görünmədən əvvəl, görünəndən əvvəl, the sky has to become quite dark. Səma, has to malı-məli deməkdir. Quite, kifayət qədər qaranlıq olmalıdır səma. You need a powerful lens. Sənə də güclü linza lazımdır. To make some germs visible. Bəzi germs, mikrobları görə biləsən deyə. Yəni, make some germs visible. Bəzi mikrobları göstərsin. Make visible, göstərsin, göstərə bilsin. Bu mənaya gəlir. Costly, baha, high-priced, baha. Because diamonds are scarce. Mirvarilər qıt olduğuna görə, nadir olduğuna görə, they are expensive, onlar bahadır. Margarine is much less expensive than butter. Margarin daha az expensive, bahadır. Burada less, little'ın müqayisə dərəcəsidir. Much özündən sonra müqayisə dərəcəsi istəyir də. Ona görə much little verir, much less, daha bahadır. Than butter, yağdan. Shirley expensive dress, Shirley'nin bahalı paltarı created a great deal of excitement at the party. Yaradılmışdı böyük
həyəcanla parti üçün yaradılmışdı. Böyük partidə mənası verir. At the party. Partidə Sheridan'ın bahalı paltarı created a great deal of excitement. Böyük bir excitement, həyəcanla yaradılmışdır. Biraz bu partidə sözü daha da uyğun gəlmir. Amma burada create sadəcə bir şey düzəltmək, yaratmaq mənasında deyil də. Excitement olduğuna görə created a great deal of excitement. Böyük bir həyəcan yaratdı insanlar tərəfindən. Belə də ola. Bu daha uyğun gələr. Shirley's expensive dress created a great deal of excitement at the party. Bəli, bu tərcümə belə gəlir. İnsanlarda böyük bir həyəcan yaratdı. Talent, natural ability, təbii bacarıq. Midori'nin istedadı was noted, qeyd edilir when she was in first grade. O deyir birinci sinifdə olandan, yəni bəyan edilirdi, qeyd edilirdi. Feeling that he had the essential talent, onun vacib bir istedadının olması hissi, Carol yəni hiss edərək Carol tried out for the school play. Carol çalışdı ki, məktəb tamaşasında tamaşada iştirak etsin. Sonra, hard work can often make up for a lack of talent. Çox çalışmaq istedadının olmamasını gizlədə bilər, kompensasiya edə bilər. Hard work can often make up for a lack of talent. Lack of talent, yəni istedadının olmamasını can often make up, yəni kompensasiya edə bilər, örtə bilər. Məsəl üçün, birinin istedadı var, çalışqanlığı yoxdur, amma sənin çalışqanlığın varsa, bu sayədə istedadın yoxsa, o istedadı özündə yarada bilərsən. Bu mənaya gəlir. Devise, think out, plan, invent, frazeoloji birləşmədə çox işlənilən sözdür, think out. The burglar devised a scheme for entering the bank at night. Oğrular plan qurdular, devised a scheme for entering bank at night. Gecə banka daxil olmaq üçün bir plan qurdular. I would like to devise a method for keeping my toe from becoming numb while I am ice skating. Mən istəyərdim ki, elə bir metod edim ki, mənim baş barmaqlarımı keyməkdən qorusun. Keeping my toes from becoming numb. Keyməkdən qorulsun mən bu skate edərkən. If we could devise a plan for using the abandoned building. Əgər biz plan qursaq, tərk edilmiş binalar barəsində. We could save biz deyir qoruyarıq. Minlərlə of dollars. Minlərlə dolları qoruyarıq. In large quantity, böyük miqdar, quantity kəmiyyət, less than retail, pərakəndədən az, less than retail in price, qiyməti deyir pərakəndədən daha azdır. Mən fikrim burada qaldı. Mən bu cümləni dedim səhvləmirəmsə. Feeling that he had the essential talent. Onun xüsusi istedadının olduğunu hiss edərək Carol məktəb tamaşalarına yazıldı. Deməli, the whole price of milk, südün whole price, yəni topdan satış qiyməti is 6 cents, 6 cent, a quarter lower than retail. Deməli, pərakəndə satışından daha az 6 centdir. Many people were angered by the wholesale slaughter of birds. Çox insanlar əsəbləşir, deməli, quşların öldürülməsinə topdan satış qiymətlərində. Və yaxud da siz buna
Quşların slaughter qırğın deməkdir. Kütləvi qırılmasından deyə bilərsiniz topdan satış qiymətləri üçün. By buying my eggs, yumurtaları alaraq, wholesale, yəni topdan satış qiymətinə alaraq, I sell $15 a year. İldə 15 dollar save pul yığıram. The baseball strike, deməli, beyzbol tətilləri of 1994-95, 1994-95-ci illərdə, which kept the public from seeing the annual World Series, hansı ki, dünya seriyasını izləyə bilməyən, was burada keep the public from seeing, dünya seriyası izləyə bilməyən ictimaiyyəti was not a typical, ictimaiyyət üçün was not a typical labor dispute, sadəcə adi, tipik bir əmək mübahisəsi deyildi, in which, hardakı low paid workers, aşağı ödənişli işçilər, tried to pursue, inandırmağa çalışırdılar their employers, öz işə götürənlərini, yəni sahiblərini. Employer işə götürən deməkdir. To grant a rise above their minimum wage. Deməli, daha yüksək maaş verməyə, grant a rise, qaldırma, minimum əmək haqqını raise above, qaldırmağa məcbur edirdilər. On the contrary, bunun əksinə, players, oyuncular, who earned millions of dollars yearly, kimlər ki illik milyon dollarlar qazanırdı, who were visible on TV commercial, kimlər ki TV reklamlarında görünürdülər, sonra drove expensive outs, bahalı maşınlar sürürdülər, and dined with prezidentlə nahar edirdilər, withheld their essential skills until the executive, legislative and judicial branch of our government. Deməli, baxaq görək burada nə deyir? Withheld their essential, vacib bacarıqlarını until the executive, icraçı, legislative, qanunverici, judicial, məhkəmə, branch of government, hökumətin məhkəmə sahələrində, yollar, forced to devise solution to the quarrel. Bu quarrel mübahisələrə məcbur etdilər ki, devise solution, həll yolu tapsınlar. Tərcümə çətinlik olsa da, ekvivalentlik alınmasa da, düşünürəm ki, kifayət qədər hissələri deyərək etdim. Bir də baxırıq, on the contrary, bunun əksinə, players, oyuncular, who earned millions of dollars yearly, illik milyon dollarla qazananlar, who were visible on TV commercial, hansı ki televiziya reklamlarında görsənirdilər, drove expensive autos, bahalı maşınlar sürürdülər, dined with presidents, prezidentlərlə nahar edirdilər, withheld their essential skills until the executive. Deməli, withheld saxlamaq deməkdir, vacib bacarıqlarını, executive, icraçı, qanunverici, məhkəmə, hökumətin məhkəmə orqanlarını, deməli, vacib, məcbur etdilər ki, to devise, vacib həll yolları tapsınlar. The team owner, komanda sahibləri, a blend of liars, yəni vəkillər də işə qarışır, manufacturers, istehsalçılar da, corporate executive, korporativ icraçılar, its və s. Felt that, belə hiss edirdilər ki, something had to be done, nələrsə edilməlidir, about the huge salaries, daha böyük gəlirlər, hansı ki, the players were demanding,
oyunçuların təklif etdiyi, demanding, tələb etdiyi daha böyük gəlirlər üçün had to be-dan nələrsə edilməlidir. Since the talent beyond the major leagues was scarce, they had to start. Deməli, cümlə çox uzun getdi, başa qayıdım. Since the talent beyond the major leagues was scarce. Deməli, əsas liqada the talent beyond istedadı az olan şəxslərə, oyunçulara they had to start spring training. Onlar başladılar 1995-ci ildə istedadı talent beyond the major leagues əsas liqa üçün istedadı daha olan şəxslərlə start spring training yaz məşqlərinə başladılar 95-ci ildə. Had to özdə başlamalı oldular. With a wholesale invitation to replacement players. Deməli, wholesale təkcə topdan satış getmir, ümumi, böyük mənasında da gedir. Deməli, oyunçulara dəvətlər, böyük sayda dəvətlər göndərməyə məcbur oldular. The regular athletes, normal, adi atletlər, idmançılar returned in the April ayının sonlarında qayıtdılar. But there was a feeling that, amma bir his var idi ki onlarda, the strike, tətillər could happen again, yenidən baş verəcəkdi. Tapşırıq axırda var, cümlələri yazırsınız. Keçək digər mətnimizə. Vapor deməli nəm, buxar mənasındadır. Moist, yəni buxar mənasındadır. Duman mənasındadır. Eliminate, ayrılmaq deməkdir. William, bəzi insanlara deyirlər William, wicked person. Dance, yəni wicked person Azərbaycan dilinə birəbir mənası oturmur William sözünün. Yəni cani deməkdir, pis insan kimi. Dance, sıx, utilize, deməli istifadə etmək. Humid, nəm deməkdir. Theory, teoriya, mövzu. Descent, eniş deməkdir. Circulate, dövr etmək. Animals, nəhəng. Predict, öncədən xəbər vermək. Vanish, yox olmaq. Moisture in the air that can be seen. Havada duman görsənə bilər. Fog, mist, sinonimdir. Vapor, fog, mist. Scientists have devised methods for trapping vapor in battles. Alimlər planlar qururlar ki, have devised method of trapping vapor. Deməli, bu duman tələlərinə qarşı döyüşdə alimlər bir nəsə plan hazırlayırlar. So they can study it make-up. Belə ki, onlar can study, öyrənə bilərlər its make-up, onu yaratmağı. He has gathered data. Onlar məlumatları toplayır on the amount of vapor rising from the swamp. He gathered data, o məlumat toplayıbdır on the amount of vapor, buxarın miqdarı ilə rising from the swamp, bataqlıqdan qalxan buxarın miqdarı barəsində, miqdarını deməli he has gathered data, məlumatlar toplayıbdır. Nə qədər bataqlıqdan buxar qalxır. Belə. Vapor trail is the visible stream of moisture left by engines of jet flying at high altitude. Deməli, a vapor trail, buxarın o səmada iz olur, onu nəzərdə tutur. Is the visible stream of moisture. Deməli, buxarın izi görünən bir mühərrik, görünən bir rütubət axınıdır. Left by the engines of a jet, təyyarənin mühərriki tərəfindən hansı ki buraxılır.
Flying at high altitudes, yüksək hündürlükdə uçan təyyarənin mühərriki tərəfindən buraxılan bir buxar izidir. Belə. Eliminate, get rid of, qurtulmaq, ayrılmaq, remove, omit mənaları verir. When the railroad tracks are raised, deməli, dəmir yolundakı izlər artarkən, the danger of crossing will be eliminated. Təhlükədən qaçılması, the danger of crossing will be eliminated. Təhlükədən qaçmağı, baxaq, danger of crossing. Keçid təhlükəsini will be eliminated, aradan qaldıracaq. When the railroad tracks are raised, dəmir yolları raised artırılarkən, danger of crossing, keçmə təhlükəsini will be eliminated, aradan götürəcək. When figuring the cost of car, don't such extras as air conditioning. When figuring the cost of car, maşının qiymətini hesablayarkən, don't eliminate, yəni qaçınma, such as extra as air conditioning, əlavə, deməli, kondisioner kimi əlavə şeylərdən qaçınma, əlavə xərclərdən. Və yaxud da don't eliminate such extras as air conditioning, kondisioner kimi əlavə xərcləri nəzərə almağı unutma. If you were to eliminate all reclining chairs, əgər biz hamımız, if we were to eliminate, əgər biz, harada qalmışdım, mən yeri itirdim. All reclining chairs, bütün təkrar təmizlənən stolları aradan götürsəydik, no one would fall asleep. Heç kim yuxuya getməzdi while watching television, televizora baxarkən. William pis cani insan kimi gedir. Typical moving picture. William gets killed at the end. Deməli, burada picture nə mənada verilir? Obraz mənasına verir ki, yəni filmdəki əsas pis obraz gets killed at the end, sonda öldürülür. The villain concealed the corpse, cani, pis adam concealed, gizlətdi the corpse, meyidi in the cellar, hücrədə. When the villain fell down the well, cani felldan yıxılanda quyuya, everyone lived happily ever after, da hər kəs xoşbəxt yaşadı, həmişəlik ever after. Dance closely packed together, sıx, nəsə, yaxın, sıx olmaq. Thick də yenə sıx deməkdir. The dense leaves on the trees, ağacdakı sıx yarpaqlar, let in minimum of sunlight, minimum günəş işığını let-in içəri alırdı, yəni udurdu, göndərirdi da, yəni aşağıya. We couldn't row because of the dense weeds in the lake. Biz deyir, we couldn't row because of dense weeds, sıx yosunlara görə, göldəki yosunlara görə biz avar çəkə bilmirdik. Row sözünün avar çəkmək mənası da var. Sonra, his keen knife, onun iti bıçağı, cut through the dense jungle, belə sıx cəngəllikləri cut through, kəsərək, yəni içəri keçirdilər. Keen knife, onun iti bıçağı ilə. Utilize, make use of, istifadə etmək. No one seems willing, heç kəs istəkli görsənmirdi. To utilize this vacant house, bu boş evə, yəni evi istifadə etmək üçün. The gardener was eager to utilize different flowers. Bağban
Arzu edirdi ki, istifadə etsin fərqli güllərdən and blend them və onları qarışdırsın in order to beauty the borders. Gözəl border sərhəd deməkdir. Arzu edirdi ki, gözəl güllərdən istifadə etsin, blend them və onları qarışdırsın to beauty the borders. Yəni çəpərin gözəl görsənməsinə görə. Sonra does your mother utilize leftovers in her cooking? Sənin anan istifadə edir leftovers artıq qalanları, sənin yeməyindəki artıqları. 6-ya baxırıq. It was a humid in our classroom that we wish the school would buy an air conditioner. Deyir ki, bizim sinifimiz elə nəmdi ki, biz istəyərdik ki, arzu eləyərdik ki, keşkə kondisioner alardılar. New Yorkers usually complain in the summer of the humid air. New York'dakılar deməli şikayət eləyirlər havanın humid olmasından şikayət eləyirlər yay aylarında. Summer of the humid air, yəni yayın rütubətindən şikayət edirlər. Most people believe that ocean air is quite humid. Əksər insanlar inanır ki, okean havası kifayət qədər baxaq nəmdir. Baxaq görək kimdir zəng edən. Theory, explanation, izahat based on thought, hansısa əsas fikirlərə, düşüncələrə əsaslanır. Observation müşahidə or reasoning və yaxud da səbəb. Einstein theory is really too difficult for the average person to understand. Einsteinin nəzəriyyəsi həqiqətən çox çətindir. Orta hesablı bir insan, yəni orta vəziyyətdə olan bir insan üçün. My uncle has a theory about the effect of weather on baseball batters. Mənim dayımın deyir nəzəriyyəsi var. Havanın deməli baseball batter nə deməkdir? Beyzbola havanın təsir etməsi haqqında bir nəzəriyyəsi var. Batter bir oyunçu, beyzbol batter oyunçudur da burada, çünki isim funksiyası verir. Deməli beyzbol oyunçusu üçün bir nəzəriyyəsi var. No one has advanced a convincing theory explaining the beginning of writing. Heç kim deməli advance öncül deməkdir, ən yaxşı. Has advancing a convincing theory. Convince də inandırmaq deməkdir. İnandırıcı bir nəzəriyyə, explain, izah etmək. Gəlin cümləni birləşdirək ifadələr. Belə olanda hissə-hissə tərcümə eləmək daha rahat olur. Məsələn, no one has advanced. Heç kim təqdim etməyibdir. A convincing theory. İnandırıcı bir nəzəriyyə. Explaining the beginning of writing. Yazının başlanğıcını, nə vaxtdan başlayıb onu izah edən. Deməli, heç kim yazının nə vaxtdan başladığını izah edən bir nəzəriyyə əlavə etməyibdir. Descend, eniş, go or come down from a higher place. Yüksək bir yerdən eniş. To a lower level, daha aşağı səviyyəyə. If we let the air out of a balloon, əgər biz qoysaq balondan hava çıxsın, it will have to descend. Bu, deməli, o enəcək. The pilot thinking his plane was in peril. Düşünür ki, onun təyyarəsi təhlükədədir. Descended quickly, sürətlə düşür aşağı. Knowing her view was waiting at the bottom of the staircase. Deməli, Eleanor descended at once. Eleanor gözəlliyinə inanaraq beautiful sözünün qısaldılmış forması kimi
Və yaxud da bir də bunun sevgili mənası var. Deyək ki, sevgilisinə inanaraq, çünki knowing inanmaq gedir burada. Knowing her beauty sevgilisinə inanaraq was waiting at the bottom of the staircase. Pilləkənlərin aşağısında gözləyirdi. Eleanor descended at once. Eleanor dərhal endi. Circulate, dövr etmək, go around, go from place to place or person to person. Bir yerdən bir yerə, bir şəxsdən bir şəxsə gedən. A fan, ventilator nəzərdə tutun. May circulate the air in summer. Yayda havanı circulate dövr edir. But it doesn't cool it. Amma o yetəri qədər sərin deyil. My father circulated among the guests at the party. Deyir, atam partidə among the guests insanları and made them feel comfortable. Yəni insanlara baş çəkirdi, bir hal-əhval tuturdu mənasında yazıbdı. And made them feel comfortable və onları rahatlatırdı. Hot weather circulates through the pipes in the building. İsti hava binada boruların içindən through the pipes, boruların içindən circulate dövr edir. Keeping the room warm, otağı isti saxlayır. Extremely large, huge, son dərəcə böyük. The enormous crab moved across the ocean floor in search of food. Böyük bir krab xərçəng hərəkət edirdi okeanın floor dibində, ərzaq, yemək axtarırdı. Public hangings once drew enormous crowd. Deməli, enormous crowd böyük bir kütlə deməkdir. Public hanging ictimaiyyətdə olunan bir edam, deməli, böyük bir kütlənin diqqətini çəkdi. The gallant cəngavər, cəsur, gallant knight, cəsur cəngavər, drew his sword, qılıncını çəkdi and killed the enormous dragon və nəhəng bir əjdahanı öldürdü. Beforehand deməkdir, predict. Weatherman, hava məlumatı verən şəxs, can predict the weather correctly most of the time. Most of the time həmişə, əksər vaxtlarda predict, yəni məlumat verir havanı düzgün şəkildə. Who can predict the winner of the Super Bowl this year? Kim deyir, deməli, who can predict? Kim məlumat verə bilər qabaqcadan Super Bowl-un bu ilki qalibini? Lara thought, Lara düşündü, she could predict what I would do. O deyir, qabaqcadan proqnozlaşdıra biləcək mən nə etdiyimi. But she was wrong, amma səhv etmişdi. Vanish, yox olmaq deməkdir, disappear. Even in California, the sun will sometimes vanish behind a cloud. Hətta Kaliforniyada günəş bəzən yox olur buludların arxasında. Not even a powerful witch can make a jealous lover vanish. Deməli, hətta güclü bir witch, qısqanc, can make a jealous lover, qısqanc sevgilisini yox edə bilər. Baxaq cümləyə bir də. Not even a powerful witch can make a jealous lover vanish. Düzgün tələffüz etməkdən düzgün cümlənin tərcüməsini çıxartmaq çox asılıdır. Hissə eləyək. Not even a powerful witch, ən güclü cadugar belə. Can make, edə bilməz. Can make. Görürsünüz, not var orada, ona görə burada bilməz deyirik. Ən güclü cadugar belə, a jealous lover vanish. Qısqanc sevgilini yox edə bilməz. Sonra, give him a week without a job. Ona deyir bir həftəlik, without a job, ona bir həftə ver, işsiz bir həftədə, yəni iş görməsin. And all his money will vanish. O bütün pulunu yoxa çəkəcək. Getdi. Fog, duman, tiny droplets,
of water vapor. Der ki kiçik droplet damcılardır hava vapor buharından. Is the villain of the airport.